100% qəbul sualı. Haqqında danışacağım mövzu 2026-cı ildə istər qəbul imtahanlarında abituriyentlərə, istər müəllimlərin işə qəbulunda, istərsə də sertifikasiya imtahanında müəllimlərə vacib olan mövzulardan biridir. Həmin bu mövzuda Səlcuqların Azərbaycanda hakimiyyətindən, Şirvanşahlar 11-12-ci əsrlərdən və Eldənizlər dövlətinin tarixindən sizlərə məlumat verəcəm. Mövzunu sadə, anlaşılıqlı formada başa düşərək, öyrənərək siz də qəbul imtahanlarında mövzu üzrə sual və sualları düzgün şəkildə cavablandıra biləcəksiniz. İlk öncə sizə Səlcuqların Azərbaycandakı hakimiyyətindən danışım. Səlcuqlar Oğuzların Qınıq boyuna məxsusdular. Səlcuqların tarix səhnəsində adları məhz Səlcuq bəyin başçılığı ilə sülalənin əsasının qoyulması ilə çəkilir. Mən sizə ümumi tarixdə də Səlcuq mövzusu haqqında məlumat verəcəm bu videodan sonrakı həftələrdə və indi gəlin Səlcuqların Azərbaycana etdikləri axınlardan danışaq. Səlcuqların dedik banisi Səlcuq bəy olmuşdur və 1015-ci ildə Çağrı bəyin başçılığı ilə onlar Bizans üzərinə yürüş eləyirlər. Bu yürüş nəticəsində Van gölü ətrafındakı torpaqları, Naxçıvan ətrafındakı torpaqları öz nəzarətlərinə keçirdirlər. 1028-ci ildə isə onlar demək qiyam qaldırırlar, üsyan qaldırırlar Qəznəli dövlətinə qarşı. Bundan sonra 2000 Oğuz ailəsinin Azərbaycanın cənubunda Rəvvadi ərazisində, istərsə də Şəddadi torpaqlarında məskunlaşmasının şahidi olmuşdur. Onların məskunlaşması ilə də türklərin Azərbaycana etdiyi 3-cü böyük axından sonra isə Azərbaycan xalqının Azərbaycan qərb torpaqlarını ələ keçirmək istəyən Bizans erməni gürcü qüvvələrinə qarşı mübarizəsinin asanlaşmasını, düşmənə qarşı vahid cəhbədə Oğuzların birləşməsinin şahidi olmuşduq. Məhz Səlcuqlar Çağrı və Toğrul bəyin dövründə daha da güclənmişdilər. Belə ki, onlar 1038-ci ildə Toğrulun rəhbərliyi ilə Mərkəzi Asiyada Səlcuq dövlətinin əsasını qoydular. Səlcuqlu dövlətinin ilk paytaxtı Nişapur şəhəri olur. 1038-1043-cü illərdə Toğrulun hakimiyyəti dövründə Toğrul adını tarixə qızıl hərflərlə Dəndənəkan döyüşündə aldığı qalibiyyətdən sonra yazdırır. Belə ki, 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəliləri məğlubiyyətə uğratdıqdan sonra Xorasanı ələ keçirdir. Bundan sonra türklər, Oğuz türkləri Mərv qurultayını çağırırlar 1040-cı ildə. Bu hadisədən sonra onu mükafatlandırırlar, yəni Toğrulu və ona sultan titulu verilir. Sultan titulu alan Toğrul 1048-ci ildə müqavimətə rast gəlmədən Şəddadiləri və Rəvvadiləri tabe eləyir. Bununla da Azərbaycanın böyük bir hissəsi Səlcuqlu dövlətinin tərkibinə daxil olmuş olur. Azərbaycanda dövlətlərin, əhalinin Səlcuqlara müqavimət göstərməməsinin səbəbi təbii ki də soydaş olmağımızdan irəli gəlirdi və əlbəttə ki, Bizans erməni gürcü qüvvələrinə qarşı mübarizə aparmaq üçün onlara biz müttəfiq kimi baxırdıq. Bundan sonra Toğrul 1043-cü ildə, bu arada qeyd edeyim ki, bayaq dedim, yenə də təkrar deyim, paytaxtı Rey şəhərinə köçürdür və 1054-cü ildə Rəvvadi Şəddadini tabe etməklə yanaşı Tiflis müsəlman əmirliyini də tabe eləmişdi. 1055-ci ildə isə o Abbasilər xilafətinin paytaxtı Bağdad şəhərinə daxil olur. Bundan sonra Abbasi xəlifəsi də Səlcuqlu dövlətinə tabe olur. 1055-ci ildə də Abbasiləri tabe etmişdilər. Toğrulun oğlu olmadığına görə hakimiyyətə Alparslan gəlir. Alparslanın hakimiyyət dövrlərinin də tarixini bilsəz məsləhətdir. Toğrulun da, Alparslanın da, Məlikşahın da. Normalda mən abituriyentlərimə də, izləyicilərimə də hökmdarların hakimiyyət illərini əzbərləməyə məsləhət görməsəm də bunları təxmini bilmək lazımdır. Testləri işləmək üçün bu sizə açar məqamlardan biri olasıdır. Alparslanın dövründə Rəvvadilər dövlətinin varlığına son qoyulur 1065-ci ildə. 1066-cı ildə isə Şirvanşahları tabe edir. Ciddi müqavimətlə üzləşir. Onun sərkərdəsi Qaratəkin tərəfindən Şirvanşahlar dövləti tabe edilmişdi. Bu dövrdə Şirvanşahlarda hakimiyyətdə Kəsrani nümayəndəsi 1-ci Fəribürz idi. 1-ci Fəribürz tabe edildikdən sonra Məlik titulu daşımağa başlayır və hər il öz növbəsində 40.000 dinar xarac ödəməyi qəbul edilmiş olur. Fəribürzdən az sonra yenə təkrar danışacağım sizlərə. 1071-ci ildə isə onun ən böyük uğurlarından biri, elə ən böyük uğuru Malazgirt döyüşü baş verir. Malazgirt döyüşü Səlcuqlarla Bizans qüvvələri arasında baş verir. Bizans imperatoru Roman Diogen burada ordusu ilə birlikdə darmadağın edilir. Bizans imperatoru əsir götürülür. Bunu Roma imperatoru Valerianla da oxşar cəhət kimi qeyd edə bilərsiniz əsir alınmalarını. Bu müəllimlərin işə qəbuluna sertifikasiya düşə biləcək məqamlardan biridir. Bu hadisədən sonra, Bizansı məğlub edəndən sonra Şərqi Anadolunu ələ keçirdirlər. Və onu da qeyd edeyim ki, 1040-cı ildə Dəndənəkan döyüşündən sonra Səlcuqlar Mərkəzi Asiyada aparıcı siyasi qüvvəyə çevrildiyi halda
1071-ci ildə Alparslanın dövründə isə Şərqi Anadolunu ələ keçirdikdən sonra Kiçik Asiyada və ya Ön Asiyada aparıcı siyasi qüvvəyə çevrilirlər. Yəni qısacası əsas söz sahibi Səlcuqlar olur. Alparslanla bağlı bunları qeyd edə bilərik. Gəlirik Məlikşahın dövrünə. Məlikşahın dövrü Səlcuqlar dövlətində çiçəklənmə dövrü hesab olunur. Bütün cəhdlərinə baxmayaraq dövlətin mərkəzləşdirmə siyasətini başa çatdıra bilmir. Əlavə olaraq qeyd edə bilərəm ki, 1088-ci ildə Şəddadilərin sonuncu hökmdarı 3-cü Fəzl, onun sərkərdəsi Buğa tərəfindən hakimiyyətdən devrilir. Bununla da Şəddadilərin də varlığına son qoyurlar. 3 dənə dövlətimizi demək tabe eləmişdilər. 1054-də Toğrul tabe eləmişdi Rəvvadini, Şəddadini. 1066-da tabe eləmişdi Alparslan, Şirvanşahları. Amma Alparslanın dövründə 1065-də Rəvvadilərin varlığına son qoyuldu. Məlikşahın dövründə isə 1088-də Şəddadi dövlətinin varlığına son qoyuldu. Və bu arada onu da qeyd edeyim ki, 1066-cı ildə Şirvanşahların ələ keçirilməsindən sonra Səlcuqlar tərəfindən Azərbaycanın fəth edilmə prosesi, işğal prosesi başa çatdırılmışdı. Məlikşahın dövründə daxili siyasətdə də bir sıra tədbirlər görülür. Onun bu siyasətləri həyata keçirməsində, tədbirləri həyata keçirməsində yaxından köməklik göstərən vəziri Nizamülmülk olmuşdu. Həmən o Nizamülmülkdür ki, bizə Bəzdöyüş haqqında da məlumatın onun haqqında öyrənirdik. Hakimiyyəti dövründə ticarəti inkişaf elətdirmək üçün tacirləri bəzi rüsumlardan azad eləyir, ticarət yollarının təhlükəsizliyini təmin eləyir və vahid ölçü, çəki, pul sistemləri tətbiq eləmişdi Səlcuqlular. Məlikşah həmçinin Səlcuq tarixində ən çox iqta paylayan hökmdarlardan biri kimi də yadda qalmışdı. Lakin Məlikşahın ölümündən sonra dövlət əvvəlki qüdrətini itirir. Sonuncu Səlcuq hökmdarı Sultan Səncərin dövründə dövlət atabəyliklərə parçalanır. İraq Səlcuq Sultanlığına, Konyaya və digər atabəyliklərə. Bunlardan biri də Azərbaycanda yaranan Atabəylər dövləti idi ki, birazdan o barədə də sizə məlumat verəcəm. Səlcuqların hakimiyyəti dövründə yeni yaranan torpaq növü var idi. Bu uc torpaq növü idi ki, sərhədləri qoruyan şəxslərə verilirdi. Xidmət müqabilində idi təbii ki də. İqta da həmçinin əvvəlki dövrlərdə olduğu kimi bu dövrdə xidmət müqabilində paylanırdı. Ən geniş yayılan torpaq bu dövrdə iqta idi. Səlcuqların dövründə yenə üşür kimi məhsul vergisindən, cizyə kimi can vergisindən, silah bahası, nal bahası, şərab bahası və alaq kimi yeni vergi növlərindən istifadə olunurdu ki, bu da ordunun ehtiyaclarını təmin etmək üçün idi. Gəlin mən sizə Şirvanşahlar 11-12-ci əsrlərdə tarixinin də izahını verim. Şirvanşahlar dövlətində 1027-ci ildə 1-ci Mənüçöhrün rəhbərliyi ilə Kəsranilər sülaləsi hakimiyyətə gəlir. Deməli, Kəsranilərin əsasını qoyur 1-ci Mənüçöhr. İlk nümayəndəsidir. Onun hakimiyyəti dövrü bizə daha çox Slavyanlarla apardığı mübarizələrlə yadda qalır. Belə ki, 1030-cu ildə Slavyanların qarşısını kəsir, Arat çayının qarşısını bəndlərlə kəsərək onları qovmağa nail olur. Növbəti illərdə 1032-1033-cü illərdə də Slavyanların Azərbaycana hücumu baş verir. Bu dəfə də Slavyanlar qovulur. Mən Slavyanların mövzusu haqqında da sizlərə məlumat vermişəm. Videonun rəsmini burada, linkini isə aşağıda qeyd edəcəm. Həmin o mövzuları da izləyərək mövzuları bir-birindən tam şəkildə əlaqələndirə bilərsiniz. Digər bir nümayəndəsi Kəsranilərin 1-ci Fəribürzdən danışa bilərik. 1-ci Fəribürz də 11-ci əsrin ikinci yarısında hakimiyyətdə olmuş. O əsasən bizə Səlcuqlara tabe olması ilə yadda qalır 1066-cı ildə. Səlcuqlara tabe olduqdan sonra gördüyünüz kimi burada da Məlik yazmışam. Məlik titul daşımağa başlayırlar. Yəni Şirvanşah titulları ləğv olunur. Çünki vassal asıllığına keçirlər. Amma bütün bunlara baxmayaraq daxili müstəqilliklərini qoruyub saxlaya bilirlər. Rəvvadidən, Şəddadidən fərqli olaraq yəni dövlət süquta uğramır. Və əvəzində Səlcuqlara hər il 40.000 dinar xərac göndərməyi də öz üzərlərinə götürür Şirvanşahlar. 1-ci Fəriburzun dövründə əvvəlki dərsdə düzü qeyd eləmişəm, yenə də təkrar deyim, 1075-ci ildə Dərbənd Şirvanşahlara birləşdirilmişdi. Fəriburzla bağlı bu məlumatları yadda saxlayaq. Afridunun dövründə Gürcülərin Şirvanşahlar ərazisinə etdiyi yürüşün şahid oluruq. Burada Qəbələ ələ keçirilmişdi. 1-ci Afridunun dövründə niyə yürüş eləyir Gürcülər? Bunun da səbəbini izah edeyim sizə. Belə ki, o dövrdə Səlcuqlar, bayaq danışdığım kimi, Məlikşahın ölümündən sonra zəifləyir. Və bu Səlibçilərin
Səlcuq torpaqlarına yürüş etməsinə səbəb olur. Bizans səlibçilərə qapılarını açır ki, gəlin Səlcuqlarla mübarizə aparın. Bu dövrdə səlibçilər də, Gürcü hakimləri də fəallaşırlar. Çünki Gürcüstanlılar bu dövrdə Səlcuqlara böyük məbləğdə xərac ödəyirdilər. Onlar ödədikləri xəracdan xilas olmaq, müstəqil siyasət yürütmək üçün Səlcuqlara qarşı mübarizə aparırlar. Eynisini Şirvanşahlar da eləmək istəyir. Çünki Şirvanşahlar da Səlcuq asıllığından çıxmaq istəyirdilər. Və Gürcülər də bu dövrdə, daha dəqiqini desəm, 4-cü Davidin rəhbərliyi ilə Afridunun torpaqlarına yürüş etmişdilər. Onlar Afridunun Səlcuqlarla münasibətlərini pozmamasını bəhanə gətirərək Qəbələni ələ keçirdilər, qarət edirlər. Afridundan sonra biz hakimiyyətdə 3-cü Mənçöhrün adına rast gəlirik. 3-cü Mənçöhr 1120-1160-cı illərdə dövlət idarə eləmiş. İstər həyat yoldaşı Tamarın vasitəçiliyi, istərsə də Səlcuqların zəifləməsi ilə Gürcülərlə olan münasibətlərini daha da sıxlaşdırmış, Gürcülərlə müttəfiq olmuş, ittifaqı möhkəmləndirmişdi. Bu dövrdə 4-cü Davidlə yaxınlaşır, amma 3-cü Mənçöhr 4-cü Davidin əsl niyyətini düzgün qiymətləndirə bilmir. Çünki Gürcü hökmdarı David Azərbaycanın qərb torpaqlarını ələ keçirtmək istəyirdi. Elə bu minvalla da onun da dövründə, yəni Mənçöhrün dövründə də Gürcülərin Şirvan torpaqlarına yürüşləri baş verir. Hələ onu sizə deyim ki, 3-cü Mənçöhr Səlcuq tabeçiliyindən çıxmışdı. Özündən əvvəlki hökmdarlardan, Fəriburuzdan, Afridundan fərqli olaraq o xərac ödəməyi dayandırır. Səlcuqlarla ənənəvi dostluq münasibətlərini pozur. Çünki dediyim kimi Gürcülərlə yaxınlaşır. Səlcuqların zəifləməsindən istifadə edən Gürcülər isə 1121-ci ildə müttəfiqləri olan Asetinlər, Qıpçaq türkləri, Avropa səlibçiləri ilə birgə Səlcuqlara qalib gəlirlər. Tiflis müsəlman əmirliyi 1122-ci ildə birləşdirilir Gürcü torpaqlarına. Səlcuqlarla münasibətləri pozan 3-cü Mənçöhrə gəldikdə isə onun da İraq Səlcuq sultanı Mahmudun yürüşünə məruz qaldığına şahid oluruq. 1123-cü ildə bu dəfə Şirvan torpaqlarına hücum edən İraq Səlcuq sultanı Mahmud ilk döyüşlərdə uğur qazansa da Şirvanşahlar və müttəfiqləri tərəfindən ordusu darmadağın edilmişdi. 4-cü David isə bu fürsətdən istifadə eləyib, elə 1124-cü ildə o da hücum eləyir, bayaq dediyim kimi Şirvan torpaqlarına. Beləliklə o Şamaxını, Şabran ərazilərini və Buğurt qalasını ələ keçirdir. Lakin 1125-ci ildə 4-cü Davidin ölümü Gürcü qarnizonlarının Şirvan torpaqlarını tərk etməsinə səbəb olmuşdu. Ondan sonra hakimiyyətdə olan 1-ci Demetrinin dövründə isə 3-cü Mənçöhrlə normal dostluq, qonşuluq münasibətləri davam elətdirilir. Lakin 1160-cı ildə 3-cü Mənçöhrün ölümü Şirvan sarayında ixtişaşlara, hakimiyyət uğrunda mübarizələrə səbəb olur. Bu ixtişaşların törədilməsində əsas səbəbkar isə bayaq adını çəkdiyim Tamar idi. Belə ki, Gürcü qızı Tamar yoldaşının ölümündən istifadə eləyərək kiçik oğlunu hakimiyyətə gətirmək istəyir. O, burada Qıpçaqların qüvvəsindən istifadə eləyərək saray çevrilişi etməyə cəhd göstərsə də, Azərbaycan Atabəylər dövlətinin hökmdarı Şəmsəddin Eldəniz buna imkan vermir. O, 1160-cı ildə 1-ci Aksitanı Şirvanşahlar sarayında taxta əyləşdirir. Və Aksitan Şəmsəddin Eldənizin köməyi ilə hakimiyyətə gəldiyi üçün Şəmsəddin Eldənizin hakimiyyəti dövründə onunla dostluq əlaqələri saxlayır. Həmçinin atası 3-cü Mənçöhrdən fərqli olaraq Səlcuqlarla dostluq münasibətlərini bərpa eləyir. Və onun dövründə Gürcülərlə də normal münasibətlər təbii ki, davam elətdirilirdi. Hələ onu sizə deyim ki, 1173-cü ildə Gürcü hökmdarı 3-cü Georgiyə də yardım göstərmişdi. Belə ki, 3-cü Georgiyə qarşı qaldırılan qiyamın yatsızdırılmasında Aksitan bilavasitə yardımçı olmuşdu. 3-cü Georgi isə öz vəfa borcunu 1175-ci ildə Slavyanların Şirvan ərazisinə etdiyi yürüş zamanı ödəmiş olur. Belə ki, bu dəfə də 3-cü Georgi dostu Aksitana Slavyan hücumlarını qət eləməsində yardım olmuşdu. Lakin Qızıl Arslanın dövrünə gəldikdə, təbii ki, söhbət Eldəniz hökmdarı Qızıl Arslandan gedir. Onun hakimiyyəti dövründə Aksitan asıllıqdan çıxıb müstəqil siyasət yürütməyə cəhd göstərir. Bunu bilən Qızıl Arslan da Şirvan torpaqlarına yürüş eləyir və Şəmsəddin Eldəniz kimi o da Aksitanı özündən asılı vəzifə, vassal asıllığına salmış olur.
Ümumilikdə isə Axsitanın dövrü Şirvanşahlar tarixində dövlətin ən qüdrətli dövrlərindən biri kimi yadda qalır. Çünki o şimal sərhədlərinin müdafiəsini təmin etmək üçün Dərbənd səddini təmir elətdirmişdi, ölkədə çoxlu qalalar və müdafiə tədbirləri həyata keçirmişdi. Mən indi sizə Eldənizlər tarixindən də məlumat verim. Keçək Eldənizlər dövlətinin izahına. Eldənizlər dövləti Azərbaycanın şimal torpaqlarında Səlcuqlu dövlətinin zəifləməsindən sonra meydana gələn dövlətlərimizdən biridir. Eldənizlər dövlətinin qurucusu Şəmsəddin Eldəniz barəsində sizə məlumat verim ki, o İraq Səlcuq sultanı 2-ci Toğrulun sarayında xidmət edərkən əmir titulu almışdı. 2-ci Toğruldan sonrakı dövrlərdə hakimiyyətdə olan Sultan Məsudun dövründə Azərbaycan ərazisi xidmətlərindən dolayı ona iqta olaraq hədiyyə edilmişdi. Qeyd edə bilərəm ki, 2-ci Toğrulun oğlu Arslan Şahın Atabəyi olmuşdu. Və belə bir dövrdə 1136-cı ildə paytaxtı Naxçıvan şəhəri olan Azərbaycan Atabəylər, Eldənizlər dövlətinin əsasını qoyur. Dövlətin ilk paytaxtı Naxçıvan şəhəri olur. Naxçıvan yalnız onun dövründə bu arada paytaxt olmuşdu Eldənizlərdə. Daha sonra Arslan Şahın hakimiyyətə gətirilməsinə nail olan Şəmsəddin Eldəniz bundan sonra elə İraq Səlcuq sultanlığının ərazisini də özü idarə eləyir. Arslan Şahın dövründən isə artıq ona böyük Atabəy deyilməsinə başlanılır. Çünki tərbiyə elədiyi şəhzadə artıq İraq Səlcuq sultanlığının hökmdarı idi və bütün bunlar onun hakimiyyətinin güclənməsinə səbəb olmuşdu. Öz adına pul kəsdirməsi, 1-ci Axsitanı Şirvanşahlar dövlətində hakimiyyətə gətirməsi, bu onun Şirvanşahları tabe etməsinə səbəb olmuşdu. Reyi, Həmədanı, İsfahanı, Mosulu, Xuzistanı və onlarla ərazini ələ keçirməsi Sadi və Salarilərdən sonra 3-cü dəfə Azərbaycan tarixində torpaqlarımızı vahid halda birləşdirməsi Şəmsəddin Eldənizin qüdrətindən xəbər verir ki, onun dövründə 50 minlik ordu birləşməsi də formalaşdırılır ki, 1139-cu ildə Gəncə zəlzələsi baş verən zaman Gürcülərin hücumu baş verir bu dəfə Eldəniz ərazisinə. Demetrinin başçılığı ilə Gürcülər gəlib oğurluqla məşğul olurlar, Gəncə qala qapılarını oğurluyur və 1163-cü ildə isə Şəmsəddin Eldəniz bu dəfə Gürcüləri cəzalandırır. Çünki 60-cı ilin əvvəllərində təqribən 1160-cı ildə onlar Dəbili işğal eləmişlər. Və bunun əvəzində 1163-cü ildə o Gürcü hökmdarı 3-cü Georginin qüvvələrini məğlubiyyətə uğradır. Bundan sonra Aynini geri qaytara bilir, Dəbili geri qaytara bilir və 1175-ci ildə oğlu Məhəmməd Cahanı Gürcüstan üzərinə yürüşə göndərir. Gürcüstanlılar üzərində qazandığı qalibiyyətlərdən sonra Şəmsəddin Eldəniz vəfat eləmişdi. Ondan sonra hakimiyyətə böyük oğlu Məhəmməd Cahan Pəhləvan gəlir ki, Məhəmməd Cahan Pəhləvanın dövrü Eldənizlər dövlətinin ən qüdrətli dövrü hesab olunur. O da atası Şəmsəddin Eldəniz kimi Atabəy idi, tərbiyəçi, müəllim idi yəni. O isə İraq Səlcuq sultanı 3-cü Toğrulun Atabəyi olur. 3-cü Toğrul bu arada bu dövrdə yaşayırdı Azərbaycanda, Naxçıvanda. Və Məhəmməd Cahan Pəhləvan öz hakimiyyətini gücləndirmək üçün yaxın adamlarına xeyli iqta torpaqları paylayır. 1175-ci ildə paytaxtı Həmədana köçürdür. Naxçıvan necə ki, yeganə Eldənizlər dövlətinin paytaxtı olubdursa da, Həmədan da təkcə məhz Eldənizlər dövlətinin paytaxtı olmuşdu. 1175-ci ildə Həmədan dedik paytaxtı köçdü, Gürcülərlə uğurlu mübarizələr aparır, Gürcüstana dəfələrlə uğurlu yürüşlər eləyir. O da atası kimi 50 minlik daimi nizami ordu birləşməsi yaradır, Təbrizi Axsunqurlərin əlindən alır, Azərbaycanın idarə olunmasını qardaşı Qızıl Arslana tapşırır. Qızıl Arslan həmçinin onun oğlu Əbu Bəkirin də Atabəyi olmuşdu. Məhəmməd Cahan Pəhləvanın ölümündən sonra isə hakimiyyətə onun qardaşı Qızıl Arslan gəlir. Qızıl Arslanın hakimiyyəti dövründə 1190-cı ildə İraq Səlcuq sultanı 3-cü Toğrulun məğlub edilməsinə şahid oluruq. Bax, həmin o 3-cü Toğrul, hansı ki, Məhəmməd Cahan Pəhləvan onun Atabəyi idi. 3-cü Toğrulu məğlub eləyəndən sonra Qızıl Arslan Həmədan döyüşündəki qalibiyyətdən sonra İraq Səlcuq sultanlığının iqtalarını öz yaxın adamlarına paylayır, mülklərini, torpaqlarını. 1191-ci ildə Abbasilər xəlifəsi tərəfindən sultan tituluna layiq görülür. Bu Azərbaycanda bir ilk idi və Şirvanşah hökmdarı 1-ci Axistan da onun dövründə müstəqillik meyllərinə can atır, lakin 1-ci Axistan da məğlubiyyətə uğradır. Bu arada dəftərinizə onu qeyd edin, Təbriz də Eldənizlər dövlətinin paytaxt şəhəri olubdu. 3 dənə paytaxtı var. Naxçıvan, Həmədan, sonrasında isə Təbriz olubdu. Eldənizlər dövlətinin paytaxt şəhəri. Qızıl Arslan elə 3-cü Toğrulun məğlub edilməsindən sonra İraq Səlcuq əmirləri tərəfindən sui-qəsd nəticəsində öldürülür. Belə bir gərgin dövrdə hakimiyyətə oğlu Əbu Bəkir gəlir, Məhəmməd Cahan Pəhləvanın oğlu Əbu Bəkir. Lakin o
atası, əmisi, babası kimi qüdrətli hökmdar deyildi. Dövlət işlərindən o qədər də məşğul olmurdu. Bundan istifadə edən Xarəzmşahlar ilk dəfə Azərbaycana hücum eləyir. Xarəzmşah Təkəş 1194-cü ildə Rey Həmədanı İsfahanı ələ keçirdir. 1194-cü ildəki Təkəşin bu yürüşündən sonra 1197-ci ildə Əbubəkir Xarəzmşah Təkəşi məğlub eləyir, itirdiyi torpaqları geri qaytarır. Lakin onun ölmə ərəfəsində 1310-cu ildə Azərbaycana gürcülərin, ermənilərin etdiyi yürüşlərin şahidi olmuşduq. Atabəy Özbək isə sonuncu Eldəniz hökmdarı nümayəndəsi olmuş. Onun dövründə feodallara çəkişmələri, hakimiyyət uğrunda mübarizələr artmış. Heç kim onu saymırdı. Yəni dövlət işlərinlə məşğul olmurdu. İdarəçilikdə sözü keçmirdi. Feodalların əlində bir oyuncağa çevrilmişdi. Fikrini nəzərə alan yox idi. Elə bundan istifadə edən xarici qüvvələr də Azərbaycana tez-tez yürüşlər eləyirdi. Bizim dərsliyimizdə Monqolların burada yürüşü qeyd olunub. 1220-22-ci illərdə Monqolların Azərbaycana birinci kəşfiyyat xarakterli yürüşü olur. Dövlətin müdafiəsi ilə də məşğul olmur Özbək. Yəni ondan gözlənilən edir bir növ. 1225-ci ildə isə digər bir Xarəzm nümayəndəsi Cəlaləddinin Azərbaycana etdiyi yürüş Atabəylər dövlətinin süqutu ilə nəticələnir. 1225-ci ildə Atabəylər dövləti süquta uğrayır. Bu mövzumuzun da bizdə yekununa gəlirik. 1-ci, 3-cü, 5-ci günlər axşam 19:00-da gözünüz kanalımızda olsun ki, yeni videolardan xəbərdar olasınız. Bunun üçün isə kanalımıza abunə olub bildirimləri açmağı unutmayın. Hər birinizə imtahanda, fəaliyyətinizdə uğurlar. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.